Bir var, 1 kilo ətin maya dəyəri. Broiler toyuqlarında maya dəyərini hesablayanda 1 kilo ətin maya dəyəri hal-hazırda gəlir, çıxır. Təxmini Azərbaycanda 2 manat, 3 manat 60 qəpik, 65 qəpik. 1 kilo ətin FCR-ınla yediyi yemlər, cücəsinin maya dəyəri, zəhmət haqqı və digərləri. Bu kütləvi şəkildə istehsal olur deyə belədir. Bəli. Amma kənd toyuqları, bir kəndçi bu toyuğu hardan alır? Ya özündə toyuq var, onun cücəsi çıxır və yaxud yumurtalıq ana sürüsünün çıxan xoruzlarını cücə kimi bazara satılır və onlar onu kətdə böyüdür. Ona çəkilən xərc də böyükdür, maya dəyəri. Və onun gör neçə ayla çəkir? 2-3 ay, 4 ay çəkir. Əsasən biz kət toyuğunun yediyimiz dövr nə zamana düşür? Yay aylarına. İyun, iyul, avqust, sentyabr, oktyabr, noyabrda bitdi. Niyə? Həmin kət toyuqlarının sonraki qidalanması da artıq problemə gəlir. Xərcini artırır. Xərcini artırır. Bu çəkilən xərclə bu çəkilən xərcin arasında böyük fərq var. Bir də var bu kütləvi şəkildə isteğmal olunur. Gündə biri var ki 100 min toyuq kəsimi olar. Bir də var ki kətdə 5 dənə, 3 dənə gündə yox, ayda toyuq satılır. Bu eyni fərqi bir-birinə uyğunlaşdırmaq olmaz. Bunların ən əsas fərqi odur ki, bax dediyim kimi Şəfa xanım götürsün kət toyuğunu da, broiler toyuğunu da laborator analizi eləyə bilirsə eləsin. Eləyə bilmirsə də onu bir 5-6 adamın üstündə bir testini də keçirdə bilər ki, eyni şəkildə toyuq ətini gündə, kət toyuq ətini yesin, otursun yerində, yenə onda sinələşmə və digər şeylər başa gələcək. Bu eyni şeydir. Bunları götürmək lazımdır, eləmək lazımdır ki, bilinsin. Yəni uşağın, yetkinlik yaşına çatmayan uşağın aktivliyi yoxdursa, istənilən halda bunda kökəlmə baş verəcək. İstənilən halda bunun toyuq ətinə bağlamağı, o mal əti də yesə eyni olacaq. Yaxud bugün üçün biz nədir, 65 litr süd verən inəklər görürük. Yəni 9-8 litrdən 65 litrə qalxıb. Və yaxud ton yarımlıq danalar var, ton yarım ət verən danalar var bugün üçün. Bu hamısı elmin inkişafıdır. Hamısı elmin inkişafı. Yəni zaman var idi, bir sentnerdən 15-20 sentner buğda alırdın, indi 65 sentner buğda alırsan. Yəni bu seleksiya var, gen mühəndisliyi var, hamısı gedir. Yəni seleksiya və gen mühəndisliyi nəticəsində də xəstəliklər artır.